Videoya başlamadan önce kanalıma abone olup like atıp yorum yazmayı unutmursunuz ve bildirimleri açık koyursunuz ki ben video paylaşanda size bildirim gelsin. Kızlar, yoldaşım çiyəli alıp getirib. Çünkü ay oğlan bu oğlan istəyib çiyələyi. Bağçadan gələndə özünə çiyələk aldırıbdı. Düzdür, bu aylarda vermirəm, qorxuram ziyan olar deyə. Çox ona görə də 3-4 dəfə dəyişmişəm. Suyun ki, geçsin olan kirləri. Belə qızlar. Bunu koyacağım qaba, egeysin. Bu arada arkada Bəqərə surəsi gedir. Mütləq şəkildə evinizdə Bəqərə surəsini açın, oxusun. Mütləq. Çünki evdə olan bütün gözün nəzəri götürür. Neyse qızlar, bunu qəşəng süzəcəm. İndi qoyacağım egeysin. Belə suyu süzülsün qızlar. Sonra verəcəm. Yesin. Uşaq da nə vaxtdan da istəyir. Oğlan uşağı da vermək lazımdır. Nuş eləsin. Hələlik qızlar. Efe, gülləri kimə aparırsan? Çox istəyirsən müəlliməvi? Qızlar, çıxdıq, gedirik məktəbə. Oradan da gedəcəm bugün. Qonaqlıqdayım, qonaqlığa. Çağırıblar qonaqlığa. Allah'ım, bunun güzelliği şaka mıdır? Belə qızlar, gedirik. Qızlar, deməli qonaq gedirdik, gəldik. Qəşəng bir dənə qab götürdük. Baxın, bu da Biləcəriyə gəlsəz 1 manatlıq yeridir. Görün nə qəşəng qablar var. Bunlara baxın, bunlara bayıldım. Belə göstərim sizə. Həqiqi çox qəşəngdir. Süper bir şeydir. Qiyməti də münasibət. Bir baxın əlindəkinə. Ay Allah, buna ürəyim getdi də, baxın. Buna qatıq eləmək olar, hə? Çox qəşəngdir. Göstərim sizə belə. Baxın, görün nə qəşəng şeylər var. Buna da bayıldım. Çok qəşəngdir. Hə, deyəcəm, görün nə gözəldir qızlar. Biləcəridə 1 manatlıqdır. Çox qəşəng şeylər var. Yəni gəlsəz baxın, ay Allah, hər şeydə, yəni nə axtasaz tapa bilərsiniz. Buranın ünvanı nə idi? 284 nömrə məktəbin yanı. Saral marketin tam bölümü. Hə, 284 nömrə məktəbin yanına yaxınsınızsa Biləcərdə. Saral market idi. Hə, Saral marketin düz yanında gəlib qızlar baxa bilərsiniz. Hər şey var. Yəni nə axtarsanız hədiyyəlik tapa bilərsiniz. Super, yəni baxın. Görün nə gözəl şeylər var. Gözəlinə baxın. Belə qızlar, hələlik. Qızlar təzə Şamdan gəlib. Baxın, indi quraşdıracaq. Görün necə gözəldir. Dedim onu da sizə göstərim. Düşmürsən, narahat olma, deyir, məni çəkmə. Hə, mən ən çox bəyəndiyim budur. Qızlar, bilirsiniz ki, bu Pinterest üsuludur da, çox qəşəngdir. Bax, bunlara bayılıram. Bunları mütləq gəlin buradan alın. Görün necə şirin, şəkərdir. Superdir, həqiqətən də. Çox qəşəngdir. Ay Allah, bunlar da üçlüdür. Şam qabıdır da, hə. Necə zərif, necə gözəldir qızlar. Çox qəşəng, bəyəndim. Gəlin bundan mütləq alın. Çox qəşəng. Bu da qatıq qabıdır. Bundan mütləq alacağım gələndə. Nəsə göstərdim qızlar sizə, onda belə. Getdi ünvanı da sizə göstərirəm. Deməli qızlar, nə aldıq? Bir dənə qəşəng böyük bir qab aldıq. Buranın ünvanı da sizə göstərim. Baxın. Yəqin Biləcərdə qalanlar tanıyacaq buranın ünvanı. Belə sizə göstərim. Baxın. Saral marketin düz, baxın, böyründə 1 manatlıqdır. Ucuzluq. Getdik qızlar. Hələlik. Aldıq qızlar, gedirik. Sizə bir şey deyim. Baxın, bu qız deməli bu sumkanı hardan udmuşdun? Temudan udubdu. Görün necə gözəl. Biraz uzaqdan tut göstərim. Necə gözəl, zərif, qəşəngdir. Sağlıqla işlət canım benim. Üzünü göstərməm, hədiyyəsini də alıb. Nəysə, yolçu yolunda gərək qızlar. Gedirik qonaqlığa. Sabah sizə vlogu paylaşacağım. Hələlik. Qızlar, gəldik, çıxdıq. Bəh. Bu Zümrüd xanım necə gözəl bizə stol hazırlayıb. Baxın. Mənzərədir, mənzərə. Bəh. Onun üzünü çəkə bilmərəm, gözdəyər. Qoy sizə bəbişi göstərim. Uy, seni yeyim mən. Üzünü göstərmirəm, gözdəyər. İndi bir dənə qəşəng çay içəcəyik qızlar. Əlini göstərim, gətir onun. Ay Allah, bunun elinə baxın qızlar, bir damcı eli var bunun. Bəh qızlar, çayımız da gəldi. Kömək edeyim. Verək, buyur canım.
Yox, hədiyyə verəcəm qızlar. Nərbəklər ordadır ya. Hə, yaxşı. Ona əziyyət çəkmədi. Gətir payla. Burada hər yan qabına qəşəng bir şokolad qoyub. Nişan şirinliyidir. Bəh. Neyse, öz çayımı götürüm. Bunu belə qoyum, ala burada qoy. Neyse, oturum nuş edeyim qızlar, belə. Güllərin elə gözəlliyinə baxın, təbiidir, necə gözəldir. Göstərim sizə yaxından. Baxın, necə gözəl. Deməli, qızlar, bu nədir bilmirəm, ilk dəfə yiyəcəm bunu. Bu nədir? Qozdur, bu qozuymuş. İndi öyrənirəm, belə bir qozdur. Bu nədir bəs? Meyvədir. Hə, bu da meyvədir. Qoy dişləyim, baxın qızlar. Qızlar, için yemək lazımdır. Üzümün dadını verir. Bildiyiniz üzümdür, baxın. Belə çıxardım, baxın, göstərim sizə. Üzümdür bildiyiniz, baxın. Maraqlı bir şeydir. Bildiyin üzümdür. Mürəbbəsdir. Gül mürəbbəsidir. Gül mürəbbəsdir, qızlar, gül mürəbbəsi. Bəh. Nem. Dedə qızlar meyvə doğrayır. Ateşdə də qızlar sözü. Dostlar, Bax, sizin səsinizin heç birisini almıram. Yəni gedəcək YouTube-a, biləsiniz. Bu da təzə meyvədir, qızlar. Baxın. Görə içində necə. Bunun adı nədir? Bu meyvənin? Не знаю. Bilmir. Bəh. Конфет. Meyvələrimiz də gəldi, qızlar. Əslində deyəsən, hə, bunu qaşıqla yeyirdilər, belə. Baxın, görüm nədir bu. Ay Allah, tam tuta bilmədim. İçi belə bir şeydir. Baxın, içi belə bir şeydir. İndi yeyib dadına da baxacaq, görə necə bir şeydir. Adı bilmirəm nədir, belə. İndi gəldim evə, dedim aldıqlarımı sizə göstərim, yemək eləyəcəm. Sizə bir də bir şey deyəcəm bu arada. Qızlar, demək olar ki, mən xoşlayıram ki, hər şeyi az alım. Yəni, çox alanda həqiqətən israfçılıq olur, xarab olur, atılır. Ona görə də mağazin həm də yanımızdadır, demək olar ki, qapının düz ağzındadır. Ona görə də çalışıram hər şeydə, məsəl üçün, bu qutarır, gedirəm, yenə alıram. Amma çox alanda, qızlar, həqiqətən, məsələn, mən qız deyir, indi qonaq getmişdim, orada dedi ki, az alırsan. Mən deyirəm, hə, məsəl üçün, mən soğanı alıram 1 kilo, işlədirəm, sonra yenə gedirəm alıram. Həm dediyim kimi, mağazin yaxşıdır, həm də ki, israf eləməyi, atmağı heç xoşlamıram. Çünki elə bir devirdir ki, israf eləmək düzgün deyil, belə kartofu da az alıram. Aldıqlarımı dedim sizə göstərim, meyvə qızlar heç xoşuma gəlmədi. Girdiyim yerdə az alma aldım. O da yəni bir günlükdür, hər gün alıram təzə-təzə, yenə xiyar da indi qaydada. Ən çox işlətdiyim, vaz keçəmədiyim çayım, Betanın reklamı, neysə belə. Bu da Holland pendiri, bayaq almışdım, kaşar. Uşaqlara tost edirəm, kalbasa falan. Dedim, onu da alım. İnan, bu qədər şey, qızlar, 22 manat tutdu o belə. 22 manat 20 qəpik. İçində olan şokolatı da getdiyimiz qonaqlıqdan gətirmişəm. Birazdan qəşəng çayla içəcəm. Baxın, burada sizə göstərim. Nişan şirinliyidir. Birazdan çayla içəcəm. Hələlik. Çayı açaq, boşaldaq qəşəng qızlar. Belə. Türkiyə çayı. İnanın, nə qədər özümə söz verirəm ki, çox çay içməyəcəm, az içəcəm. Yenə də bilmirəm də, faydası yoxdur, fərqi də bilmirəm. Necə də olacaq, onu da bilmirəm. Bunu da Türkiyə qəşəng buram. İndi bunu aldım, mütləq bir dənə qəşəng dəmləməliyəm, içməliyəm. Bu arada ədviyyatda çox qatıram çaya, kəkli otu, qızıl gül falan, belə şeylər də çox qatıram. Onlara dad verir. Bunu da qoyaq qəşəng belə, baxın yerinə, belə gözəl.
Deməli, burada evi yığışdırdım, qutardım. Oturmuşdum ki, yoldaşım mənə yasəmən aldı, gətirdi. Əslində bilirsiniz qızlar, anidən gələn çiçək xanımları o qədər xoşbəxt eləyir. O qədər həqiqətən xoşuna gəlir. Məsələn, mənə enerji verir, çox sevinirəm. Yəni, bunu hiss edirəm ki, yoldaşımın həqiqətən də yadındayam. Məni düşünür, mənə yasəmən alır. Çox deyirdim ki, apreldə mənə yasəmən almadı. Amma apreldə almasa da mayda yasəməni aldı, verdi. Çox qəşəngdir, iyisi, qoxusu. Bilirsiniz, mən üçün fərqi yoxdur güllərin. Bütün güllərə mən, necə deyim, bayılıram. Bilirsiniz, həqiqətən mən gül xəstəsiyəm. Bunu da bu arada qoydum suya, qəşəng qalsın, evim qəşəng yasəmən qoxusun qızlar. Belə. Burada da yasəmənin şərəfinə qəşəng dedim bir dənə pür rəngi çayımı içim. Nişan konfeti ilə, şirinliyi ilə. Ondan sonra hər zamanki kimi durum. İşlərimə başlayım, işlərimi görüm. Çay həqiqətən də insanın bütün yorğunluğunu, inanın qızlar, alır da. Qızlar, deyəsiz ki, burada yenə çay süzür. Vallahi həqiqətən işlərimi bitirmişdim ki, həyətə düşdüm, padruqam bizə qonaq gəldi. Dedim, oturaq, bağçada hava qəşəngkən, havanı dəyərləndirək, qəşəng bir dənə çay içək, şirniyyatla. İnanırsınız, havalar o qədər pis gedir ki, yaxşı olan kimi biz bunu fürsət bilirik də, dəyərləndiririk, düşürük, qəşəng bir dənə çay içirik, qızlar. Belə istədim burada sizə yasəmənimi və xaladan, məktəbin yanında xala var. Ondan qəşəng şirniyyat almışam, onu göstərim sizə. Bu arada qızlar, padruqam burşteri satır. Görün, qəşəng burşteriyalar var. Bunu da mənə hədiyyə verdi. Baxın, əlimdəkini görün, necə gözəldir. Nə qəşəngdir, çox qəşəng şeylər var, baxın. Bunlar tam belə yayda taxmalıqdır da, qolbaqlar, çox qəşəng qolbaqlardır. Baxın, bu sırğalardır, görün necə gözəldir. Göstərim belə sizə. Super. Qızlar, bunu qəşəng isitdim, yağladım. Yoldaşıma verəcəm. Qəşəng bir dənə də çay qoydum, çayla içsin. Videonu burada sonlandırıram. Sizlərdən bir xahişim, məni takip edirsiniz, yorum yazırsınız qəşəng-qəşəng. Ondan sonra bildirimləri açıq qoyursunuz ki, mən video paylaşanda sizə xəbər gəlsin. Düzdür, mənə şikayətlər gəlir ki, çox az paylaşırsan. Çalışacağım bundan sonra. Qızlar, qəşəng paylaşın. Bu arada güllərimi də sizə göstərim və bu günlərlə videonu sonlandırım. Nə deyirdik? O zaman hələlik.